Azərqaz əməkdaşlarının ehtiyatsızlığı səbəbindən evin yandığı iddia edilir. Hadisə paytaxtın Binəqədi rayonu Ağamirək İsfahani küçəsi Döngə 3 ünvanında baş verib. Həmin vaxt evdə 5 nəfər olub. Anidən baş verən yanğından evin sakinləri son anda canlarını qutara biliblər və onlar evdə heç nəyə toxunmadan qaçıblar, hətta qazın üzərindəki yemək də olduğu kimi qalır. Ev sahibinin sözlərinə görə Azərqaz İstehsalat Birliyinin əməkdaşları qaz xəttində olan sızıntını aradan qaldıran zaman anidən alovlanma baş verib. Azərqaz işçiləridir. Hamısı Azərqaz işçiləri. Açıblar qaz, ev yanır, kameralar hamısı yanır. Evim yanır. Baxın. Ayın 30-u saat 10:30 radələrində evimizdə qəfil yanğın baş verdi. Mən də yanğını qonşuların səsindən eşitdim ki, çöldə yanğın var. Bayıra çıxanda gördüm ev alışıb təmiz yanır. Yalnız evdən ana, ata, yoldaşımı bir də balaca körpəni 1 yaşlı onu çıxara bildik. Qalan evdə heç nə götürə bilməmişik. Əşyalar, sənəd, pul, hər şey yanıb külə dönüb. Ev sahibi Etimad İsmailov deyir ki, hadisə zamanı anası yüngül xəsarət alıb. Yanğınla əlaqədar qurumun əməkdaşları bugün ünvana baxış keçiriblər. Lakin verdikləri cavab ev sahibini qane etməyib. Azərqazdan bizə bildirdilər ki, bizdə bu dəqiqə vəsait yoxdur. Hətta onlar çöldə işləyəndə özlərinin səhlənkarlığından yanıb. Çünki içərisində qaz turbasında qaz ola qazı bağlamadan qaynaq işləri görüblər. Orada çəkilişdə də var, yəni bizim evin qarşısında kamera var, düşüb ora. Orada qaz qaynaq elədiklərinə görə qaz alışması olub, oradan da bizim evin kirişasına və ev bütöv alışıb yanıb. Özləri də qaçıb gedirdilər, elə zorla qonşular qabaqlarını kəsib saxlayıblar Azərqazın əməkdaşlarını. Özləri də boyunlanırlar ki, biz eləmişik, yəni hamısı da boyunlanırlar, biz haqqında yazıblar, qonşular da şahidlik eləyib, yəni qanun qaydada hamısı etiraf eləyir. Hadisə və dəymiş zərərin qarşılanması məsələsi ilə bağlı biz də Azərqaz İstehsalat Birliyi ilə əlaqə saxladıq. Hazırda məsələ ilə bağlı araşdırma aparılır. Baş vermiş hadisə ilə bağlı hal-hazırda hüquq mühafizə orqanlarının araşdırması davam edir və biz də Azərqaz İstehsalat Birliyi olaraq öz növbəmizdə ev sahibi vətəndaşla, abonentlə əlaqə saxlamışıq. Hazırda ev sahibi, yəni vətəndaş absurd bir rəqəm ortaya qoyduğundan konkret olaraq bir nəticə əldə olunmayıb. Dediyimiz kimi, hüquq mühafizə orqanları ekspertizanın nəticəsi məlum olandan sonra dəymiş ziyan, yəni konkret olaraq qanuna müvafiq şəkildə ödəniləcək. Eldəniz Vəliyev onu da qeyd etdi ki, istintaq yekunlaşdıqdan sonra evin təmir bərpası həyata keçiriləcək.